Azərbaycan, güclü iqtisadiyyat və əlverişli sərmayə mühiti. Azərbaycan güclü iqtisadiyyat, əlverişli sərmayə mühiti və effektiv idarə etmə ilə regionda lider dövlət olaraq tanınır. Ötən 30 ildən artıq müddətdə Azərbaycan iqtisadiyyatı transformasiya sayəsində möhtəşəm yol keçib. Ölkə iqtisadiyyatına ümumi investisiyalar 360 milyard dollara ötüb. Bunun 180 milyard dolları xarici kapitalın payına düşür. 2004-2024-cü illərdə ölkənin real ümumi daxili məhsulu 3 dəfədən çox artıb. Bu nailiyyət əvvəlcə mühüm neft və qaz layihələri ilə təşviq edilib. İndi isə digər sektorlarda davamlı şaxələnməklə güclənir. Ölkə iqtisadiyyatına investisiya cəlbi məqsədi ilə hökumət tərəfindən açıq qapı siyasəti həyata keçirilir. Azərbaycanın investisiya mühiti investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, sahibkarlara münbit şəraitin yaradılması, apellyasiya şuralarının təşkili, investisiya fəaliyyəti haqqında, xarici investisiyaların qorunması haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanunlar və bir sıra normativ sənədlərlə tənzimlənir. Ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti Moody's, Fitch kimi beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir. İnnovasiya və uzun müddətli inkişafa yönəlmiş tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına töhfə verib. Financial Times nəşrinin FTI Intelligence buraxılışına görə ölkə 2024-cü ilin FTI Standouts Watch listində ilk 10-luğa daxil olub. Eyni zamanda Bakı 2023-cü ildə ən sürətli artan birbaşa xarici investisiya dinamizminə sahib şəhərlər arasında dünya üzrə 3-cü olub. Dünyanın önəmli tranzit qovşağında yerləşən ölkə, birgə istehsal və logistika mərkəzlərinin yaradılması üçün geniş imkanlar təqdim edir. Ölkə müasir magistral yollar, beynəlxalq hava limanları şəbəkəsi və dəniz limanına investisiya yatıraraq infrastruktur sayəsində daha da irəlilənmişdir. Xəzərin ən böyük limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yük aşırma gücünün 2026-cı ilə qədər 25 milyon tona çatdırılması planlaşdırılır. Bu, regional nəqliyyat mərkəzi kimi ölkənin rolunu daha da gücləndirəcək. Ələt Azad İqtisadi Zonası hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə problemsiz əlaqə təmin edir ki, bu da onu regionda seçilən logistika mərkəzi halına gətirir. Azərbaycanda sənaye parkları şirkətlərə müasir infrastruktur, vergi stimulları və biznesə dəstək xidmətlərinə çıxış təqdim edir. Bu parklar sərmayəçilər üçün cəlbedici imkanlar yaradır, davamlı böyümə və innovasiyanı təşviq edir. Ölkənin işğaldan azad edilmiş ərazilərinin güclü iqtisadi potensialı var. Bu ərazilərdə sərmayəçilər mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən 10 illik azad olunmadan faydalanır, həmçinin ixal edilən maşın, avadanlıq və materiallara görə ƏDV və gömrük rüsumlarından azad olunurlar. Azərbaycanda dövlət özəl tərəfdaşlığının inkişafı özəl sektorun təşəbbüslərini və investisiya qoyuluşlarını artırır. Dünya İqtisadi Forumunun hökumət texnologiyalarının qlobal ictimai təsiri ilə bağlı 2025-ci ilin yanvarında açıqladığı hesabatda Azərbaycanda dövlət özəl tərəfdaşlığı layihələri, iqtisadiyyatın rəqəmsallaşması üzrə əldə edilmiş uğurlar xüsusi vurğulanıb. Azərbaycanın il boyu təklif etdiyi turizm imkanları da biznes potensialı ilə fərqlənir. Müasir infrastruktur, inkişaf etmiş xidmətlər, innovativ yanaşmalar, bacarıqlı işçi qüvvəsi və zəngin mədəni təcrübənin bir araya gəldiyi ölkə sərmayə qoymaq üçün əlverişli və cazibədar məkan olaraq önə çıxır.